hissəmizdə belə bir dövrə verilir. Deyir ki, K açarı bağlı olsa voltmetr nəyə göstərəcək? K açarı açıq olsa voltmetr nəyə göstərəcək? Biz baxırıq ki, cəryan müsbətdən mənfiyə doğru irəliləyir. K açarı açıq olduğuna görə cəryan buradan keçə bilmir. Yəni gəlir, voltmetrdən keçir, yenidən qayıdır bura. Düzdürmü? Və onda belə çıxır ki, voltmetr nəyə ölçür? Gərginliyi ölçür də. Neyin gərginliyini ölçür? Mənbənin öz gərginliyi. Biz onu nə ilə işarələmişik? Epsilonla. Epsilon nədir? Elektrik hərəkət qüvvəsini ölçür. Aydın oldu? Deməli, əgər dövrədə cəryan axını baş vermirsə, yəni cəryan voltmetrdən gəldi, gördüyün kimi, onda dövrənin neyini ölçür? Elektrik hərəkət qüvvəsini ölçür. İndi biz K açarına əgər bağlasaq, bu zaman artıq o gələcək neyi ölçəcək? Dövrədəki potensiallar fərqini. Yəni bura bir A nöqtəsi deyəcəm, bura bir B nöqtəsi desəm, bunların potensialları fərqli olacaq. Onda K açarı bağlı olsa, bizim cərəyan, yəni daha doğrusu voltmetrimiz ölçəcək U gərginliyini. Deməli, açar açıq olsa, ölçür neyi? Epsilonu, elektrik hərəkət qüvvəsi EHQ-nı, amma açar qapalı olsa, ölçür U-nu, yəni gərginliyi. Aydındır Hüseyn, sual var? Bəli, müəllim, aydındır. Xeyr, sualım yoxdur. İyi, tamam. O zaman biz burada bir dənə U-nun düsturlarını da verəcəyik. Ondan sonra ifsio. Deməli, belə bir düstur var U üçün. Bilirik ki, U bərabərdir. I vurulsun R-dir. I üçün bayaq düstur aldıq. Həmin düsturu burada gətirib qoyuruq yerinə. Epsilon bölünsün R üstə gəl kiçik R. Bu R-də gətirib yazdıq burada. Düstur tamamlandı. U-nun müqavimətdən asılılığı isə U R-dən bu formada asılıdır. Buradakı kəmiyyət isə epsilonun özünü göstərən elektrik hərəkət qüvvəsini göstərir. Bunu deyirlər volt-amper xarakteristikası, yəni vaxt kimi işarə olunur, yəni volt-amper xarakteristikası. Belə gedir. İndi EHQ-ların ardıcıl paralel birləşmələri var. Ardıcıl birləşdirilibsə, onda diqqətli olursan. Müsbət, mənfi, müsbət, mənfi formatında birləşiblərsə, onda epsilon 1, epsilon 2, epsilon 3. Necə ki, biz ardıcıl birləşmədə gərginlikləri toplamırıq, burada da ümumi dövrənin EHQ-sını tapmaq üçün bunlar toplanacaq. Paralel birləşdirilsə, eyni qalacaq. Yəni, epsilon birinin ölçü dəyərini götürəcəksən. Hər biri bir-birinə bərabər olacaq. Müəllim, bəs müsbət, mənfi, müsbət birləşdi necə olacaq? Yəni, belə. Bunu silirəm, axırdakını. Belə yazıram. Mənfi, müsbət birləşsə müəllim necə olacaq? Onda müsbət, mənfi, bu düz nədir? Üstə gəl. Müsbət, mənfi, bu da düz nədir? Amma mənfi, müsbət olana çıxacaqsan artıq. Aydın oldu? Yəni, hansı bizim şərtlərdən kənardırsa, onu biz çıxırıq. Bu formada yazdıq. Tamam, bura qədər hər şey aydındır. Bəli. Aha, aydındırsa o zaman gəl, davam edək səninlə birlikdə.